Salam axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin əsas buraxılışı ilə qarşınızdayıq. Bakıda nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə bağlı yeni planlar açıqlanıb. Paytaxtın bir sıra ərazilərində, eləcə də Bakı ətrafı qəsəbələrdə yeni metro xəttlərinin çəkilməsi nəzərdə tutulur. Eyni zamanda mərkəzi stansiyaların yükünün azaldılması, yeni yol layihələrinin icrası və sərnişin daşımada alternativ nəqliyyat həllərinin tətbiqi planlaşdırılır. Yeni Günəşli, Zabrat, Masazır, Saraya metro xətlərinin çəkilməsi nəzərdən keçiriləcək. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov bildirib. Nazir müavini qeyd edib ki, 2030-cu ilədək Nizami, Sahil və Xətait stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdə isə artıq şəhər ətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək. Bu 10 stansiya olduqdan sonra və növbəti 11-ci, 12-ci stansiyaların harada olması təbii ki, bununla bağlı təhlillər davam edir. Bu iş elə deyil ki, yəni hələlik qərar səviyyəsinə gəlməsə də, ancaq dediyiniz də bəzi ərazilər daxil müəyyən qiymətləndirmələr aparılır. Sərnişin axını baxımından qeyd etdiyiniz ərazilərə də yenə də diqqət kənarında deyil, deyək ki, avtobus zolaqlarının xırdalanı alınması hazıra çəkilməsi sırf elə başlıca məqsəd oydu. Məsələ budur ki, heç bir ərazi diqqətdən kənarda deyil, ancaq hər bir ərazidə hansı nəqliyyat vasitəsinin daha çox effekt verə biləcəyi, o artıq bu proqramda öz əksini tapıb. Rəhman Hümmətov onu da diqqətə çatdırıb ki, Bakıda 6 ay ərzində bütün yolların layihələndirmə işləri bitəcək. Nazir müavininin sözlərinə görə hazırda 4 yol layihəsi üzrə tikinti icra edilir. Eyni zamanda bu il daha 4 yolun Məhəmməd Xiyabani Dairəvi 1, M4 Xırdalan tuneli, Xırdalan dairəsi, Əbdülvahab Salamzadə, Ziya Bünyadov yollarının tikintisinin başlanması nəzərdə tutulub. Bu layihələr arasında çox böyük əhəmiyyətə malik olan, yəni əsas infrastruktur layihələrindən biri olan dairəvi yollardan söhbət gedir. Birinci növbədə Bilgə, Novxanı və Sumqayıt yoluna birləşəcək Vaz dairəsi adlandırılan ərazidə olan yolun inşaatı bilirsiniz ki, davam edir. Həmin nöqtədən Şamaxı yolunu birləşdirəcək Xırdalan üzərindən yolun inşası davam edir. Eləcə də Koroğlu metro stansiyasından Həsən Əliyev yolunu birləşdiriləcək, prospektini birləşdirəcək, Keçlədən keçən yolun inşası da sürətli şəkildə davam edir. Bu yaxınlarda bilirsiniz ki, növbəti yol layihəsi Xəqani Rüstəmovla Ağa Neymətullah küçəsini birləşdirəcək, yəni Ağşəhərdən faktiki şimal istiqamətində yeni bir çıxışın təşkil edəcək yolun da inşasına başlanılıb. Nazir müavini taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi məqsədə uyğun deyil. Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rızayev isə bildirib ki, 2030-cu ilədək Bakı ətrafı ərazilərdə əlavə 25 dayanacaq və dəmir yolu stansiyası istifadəyə veriləcək. Sədr metro şəbəkəsində aparılan yenidən qurma və xətlərin şaxələndirilməsi dövründə sərnişin daşınmasının fasiləsiz təmin edilməsi məqsədi ilə alternativ avtobus marşrutlarının təşkil ediləcəyini də vurğulayıb. Bu məqsədlə 11 müvəqqəti avtobus xətti yaradılacaq. Bu marşrutlar əsasən Nizami 28 may, eləcə də Əcəmi 28 may kimi intensiv istiqamətlər üzrə əlaqəni təmin edəcək. Nərmin Məmmədhəsənli, Davud İbrahimov, Xəzər xəbər. Nəhayət tramvaylar Bakıya qayıdır. Dəfələrlə bununla bağlı məlumatlar gündəmə gəlsə də bu dəfə rəsmi şəkildə Aynanın İdarə Heyətinin sədri Anar Rızayev 2025-2030-cu illər üçün dövlət proqramına uyğun olaraq tramvay xəttinin bərpası ilə əlaqədar işlər görüldüyünü açıqlayıb. Bəs tramvay xətti hansı əraziləri əhatə edəcəyi izləyək. Paytaxtda tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülür. Artıq Mehdabad qəsəbəsindən metronun 28 may stansiyasında tramvayın tətbiqi ilə bağlı ilkin texniki iqtisadi əsaslandırma sənədi hazırdır. Layihələndirmə üzrə işlər həyata keçirilir.
Bu məsələ Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının icrasına həsr olunan D20 masada da müzakirə olunub. Bildirilib ki, Mehdabad 28 may tramvay xətti Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Bu tramvayın xətti əsasən dediyimiz kimi Mehdabaddan başlayaraq birinci xətt, Mehdabaddan başlayaraq 28 may metrosunun yanına gələrək vətəndaşlar oradan daşıması, həyata keçirilməsi nəzərdə tutulub. Digər ərazi, Sibiriz ərazisində tramvayın çəkilməsi və həmən ərazinin Pirşağı dəmir yolu stansiyası ilə dəmir yolu ilə inteqrasiya edilməsi və daha sonra da tramvayın davam etdirilməsi, digər xəttin Bayıl istiqamətinə aparılması və növbəti xəttin isə Xətai rayona tərəf aparılması. Nəticə etibarı ilə bu formada yeni bir kütləvi daşımalar konfiqurasiyası şəhərdə yaranması hədəflənmişdir. Hesablamalara görə tramvay istifadəyə verildikdən sonra həmin istiqamətlərdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir. Nəqliyyat ekspertləri də deyirlər ki, bu şəhərin nəqliyyat yükünü azaldacaq. Bu Sibiriz ərazisi Məhəmmədi, Mehdabad, Binəqədi qəsəbələrindən keçməklə 28 may metro stansiyasına qədər olan bir məsafədə çəkiləcəkdir. Burada əsas məsələ qeyd etdiyimiz kimi ictimai nəqliyyatın işini optimallaşdırmaq, vətəndaşları buna yönəltmək. Təbii ki, tramvayın da müəyyən bir yükü götürməyi planlaşdırılır. Biz bilirik ki, Bakının rəqəmsal əksi var. Yəni bu simulyasiya edilərək o istiqamətdə yaşayan sərnişinlərin mərkəzə gəlməyi və onların yollarını davam etməsi üçün bu simulyasiya edilmişdir və orada gözəl nəticələr görsənir. Yəni realda da ümid edirəm ki, bu özünü doğrulayacaqdır. Tramvay xəttlərinin gələcəkdə paytaxtın digər ərazilərini də əhatə edəcəyi istisna edilmir. Şəbnəm Qurbansoy, Cəfər Qasımov, Davud İbrahimov, Xəzər xəbər. İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını da sındıran şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi rayonu ərazisində naməlum şəxslər 2 evə daxil olaraq oğurluq ediblər və zərər çəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub və Binəqədi rayon polis idarəsinin 43-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elmətdi Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların əməllərini örtbasdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Bakıda qızıl alış-satışı ilə məşğul olan şəxs dələduzluğun qurbanı olub. Naməlum nömrədən gələn zənglə ondan 8000 manatdan çox dəyəri olan qızıl sifariş edilib. Ödəniş isə saxta dollarla edilib. Faktla bağlı dərhal polisə müraciət olunub. Hazırda qrup şəklində hərəkət etdiyi ehtimal edilən dəstə axtarışdadır. Daha ətraflı süjeti izləyək. Qızıl almaq adı ilə saxta dollar verib zərgəri aldatdı. Bakıda qızıl alqı-satqısı ilə məşğul olan şəxs bir neçə dəqiqənin içində minlərlə manatlıq zərərə düşüb. Hadisə sifariş əsasında qızılın kuryerlə ünvana çatdırılması zamanı baş verib. Zərər çəkmiş bildirir ki, sifarişçi özünü Bakıdakı müasir yaşayış komplekslərindən birinin sakini kimi təqdim edib. Onlar əvvəlcə qızılın ünvana çatdırılmasına və yerində manatla ödəniş etməklə bağlı razılaşıblar. Kuryer vasitəsilə ünvana çatdırılan qızıllara görə alıcı ödənişi dollarla edib. Sonradan məlum olub ki, təqdim olunan bütün əskinaslar saxtadır. Hadisə bu ayın 19-u səhər saatlarında İrfan Aşurovun başına gəlib. Qızıllarımı göndərdim 3 ədəd, 4 ədəd fərqli modellər. Bəs 8400 manat dəyərində olan Versace sef və qolbaq bəyəndi həmin müştəri. WhatsApp vasitəsilə ünvana şəklini göndərdim və ünvana çatdırılmaq istədim. Mən də hər zaman göndərdiyim kuryer vasitəsindən ünvana göndərdim qızılları. Heç bir problemsiz qızılı verdi, pulu götürdü, gəldi. Bəs pulu götürüb gələndə baxıram ki, dollar götürüb və mən ilk növbədə dollar götürdüyünə görə onu qınadım. Çünki Azərbaycandan sadəcə Azərbaycan valyutasından alış-veriş olmalıdır. Ondan sonra o bəs mənə dedi ki, həmin xanım hicablı və gülərüz xanım olub və deyib ki, müdiriyyətin xəbəri var, dollarla qəbul edə bilərsən. Götürüb gəlib yanıma. Mən də dollara baxdım, hamısı saxta. Ödənişin saxta olduğu müəyyənləşdikdən sonra sifarişçi ilə yenidən əlaqə saxlanılıb. Qarşı tərəf məsuliyyəti qəbul etməyib və vəziyyətin aydınlaşdırılması üçün onları yenidən həmin ünvana dəvət edib. Lakin dələduzlar təyin olunan yerə gəlməyib.
və daha sonra telefonlara cavab verməyiblər. Getdik, gözlədik, gəlirəm, oradayım, buradayım, gəlmədi. Yenidən yığdıq, telefona zəng çatmır. Biz bu moment bildik ki, alınadılmışıq. Dərhal polis əməkdaşlarına müraciət etdik. Sağ olsunlar, gəldilər, dərhal lazım tədbirlər görüldü. Hal-hazırda araşdırma aparılır. 10 gündür ki, həmin dələduzlar axtarışdadır. İstəyim odur ki, bu dələduzlar tez bir müddətə tapılsın, digər satış yerlərinə zərər verməsinlər. Azərbaycanda dolların saxtalığı daha da genişləməsin, dərhal qarşısı alınsın. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, müraciət əsasında Nəsimi rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. İslam Əşrəfov, Minayaz Zaman, Ramil İbrahimov, Xəzər xəbər. Özünü sosial mediada hüquqşünas kimi təqdim edərək 145 nəfərin yarım milyon manata yaxın pulunu ələ keçirməkdən şübhəli bilinən qadın saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə TikTok platformasında Hüquq Mərkəzi adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici və toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir. Vətəndaşların müraciətləri əsasında Yasamal rayon polis idarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva saxlanılıb. 145 zərər çəkmiş şəxsin ümumilikdə 449.916 manat pulunu dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Səbiyyə Panəliyeva Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qəti imkan tədbiri seçilib. İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381.529 manatının ödənilməsi təmin olunub. Hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir. Onun qanunsuz əməllərindən zərər çəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər. Nizami rayonundakı binanın sakinləri ötən ilin avqust ayında baş vermiş partlayış nəticəsində evsiz qalıblar. Onlara binanın qəzalı vəziyyətə düşmüş hissəsinin yenidən təmir ediləcəyi sözü verilsə də, hələ ki bu istiqamətdə heç bir addım atılmayıb. Xəzər xəbərə müraciət edən sakinlər deyirlər ki, indi də onlara kirayə pullarının verilməyəcəyi deyilir. Bəs aidiyyəti qurum nə deyir? Məsələni araşdırmışıq, izləyək. Bakıda qaz sızması nəticəsində partlayış baş vermiş binada ondan artıq mənzilin sakinləri evsiz qalıb. Hadisə ötən ilin avqust ayında baş verib. Nizami rayonu Əli Vəliyev küçəsi 6 ünvanında yerləşən 5 mərtəbəli binada partlayışdan sonra sakinlər evlərindən çıxarılıb və kirayə mənzillərə köçürülüblər. Hələ o vaxt bildirilmişdi ki, binanın qəzalı vəziyyətə düşmüş hissəsi sökülüb yenidən bərpa ediləcək. Sakinlər deyirlər ki, ötən il onlara layihə smeta sənədləri hazırlanacağı, binada bərpa işlərinə başlanacağı bildirilsə də ortada bir nəticə yoxdur. 28 avqust 2025-ci ildə oldu. Səhər saat 6-da. 7-yə işləmiş belə bir dəqiqə zat. Elə bil ki, bir dənə sistern açdı. Bax, elə ki, bir səs çıxdı. İndiyənə kimi heç kəs gəlib, heç nə, bir dənə daş götürməyiblər. Bu azmış kimi indi isə sakinlərə kirayə pullarının ödənilməyəcəyi bildirilib. Bugün 6-cı aydır, biz evsiz qalmışıq. Pulumuzu ödəyiblər, 6 ayın pulunu ödəyiblər. Onu da biz ödəmişik. Bu 6 aydan sonra biz nə etməliyik? Bizə dedilər ki, sizin 6 ay pulunuzu veriblər, dərsinizdür. Oturun, indi gözləyin. İndi oturub nəyi gözləməliyəm? Biz necə yaşayaq? Nə evimizi düzəldirlər, nə də pulumuzu vermək istəyirlər. Biz necə yaşayaq? Axırıncı maaşımızı verək, ev kirə. 680 manata mən qalıram. 500 manat mənə cəmi cümlətən pul verir. Özümdən qoşub təzdən qalıram orada. Sabah bugün mənim pulum olmayandan sonra mən neynəməm? Çöldə yaşamalıyam. Şikayətçilər deyirlər ki, dəfələrlə Nizami rayon icra hakimiyyətində qəbullarda olublar. Hər dəfə müəyyən tarix verilsə də vədlərə əməl olunmayıb. Evdə tikinti adında söhbət getmir ki, 3 ay sonra başlayacaq, 3 ay keçdi, 5 ay oldu, hələ heç nə yoxdur. Necə görürsünüz elə. Burası bizim əsas
İstəyimiz odur ki, başlasınlar da bunu. Heç olmasa tikintiyə başlasınlar. Biz bilək ki, bizim evimizdir bura. Biz əlimizi üzüb oturmuşuq. Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətindən bildirildi ki, məsələ qurumun nəzarətindədir. Binanın 1-ci blokunun 5-ci mərtəbəsində baş vermiş partlayış hadisəsi ilə bağlı dərhal operativ tədbirlər həyata keçirilib, partlayışdan zərər görmüş sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kirayə ödənişləri qarşılanmaqla müvəqqəti yaşayış yerlərinə köçürülüblər. Binaya dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən bərpa layihəsi hazırlanıb və baxılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Hazırda layihə baxılmaqdadır və yaxın günlərdə müvafiq rəyin verilməsi gözlənilir. Dövlət ekspertizasından rəy alındıqdan sonra binanın təmir bərpa işlərinə başlanılması üçün aidiyyatı dövlət orqanlarına müvafiq müraciətlər ediləcək. Nigar Polad, Səbuhi Mustafayev, Kəmal Əlimuradova, Xəzər xəbər. Bakının Xətai rayonunda nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq olunub. Babək prospektindəki Ağşəhər istiqamətində daxil olan yol bugündən etibarən bağlanıb. Məhdudiyyət Ağşəhər ərazisindən Ağa Neymətullah küçəsinə yeni yolun çəkilməsi ilə əlaqədardır. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Babək prospektindən Ağşəhərə daxil olan yol bağlandı. Yolun bağlanmasına səbəb Ağşəhər ərazisindən Ağa Neymətullah küçəsinə yeni yolun çəkilməsidir. Xətai rayonu Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb. Bu hissədəki təmir-quruculuq işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılmışdı, amma bugün səhər saatlarından etibarən artıq Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılıb. Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq. Sürücülərə alternativ yoldan istifadə etmək tövsiyə olunur. Sürücülər alternativ yol olaraq Süleyman Vəzirov küçəsindən istifadə etməlidirlər. Artıq gördüyünüz kimi Süleyman Vəzirov küçəsində də sıxlıq müşahidə olunur. Aytən Fehruz Cabbar Qariyaqdoğlu, Xəzər xəbər. Ötən il ərzində elektron təhlükəsizlik xidməti 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb. Bu sahədə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bir sıra yeniliklər gözlənilir. Təkmil qanunvericiliyini qüvvəyə minməsi gözlənilir. Bununla yanaşı yeni elektron portalın istifadəyə verilməsi də planlaşdırılır. 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların oğurlanmasına görə cəhdlər edilib. Bu, elektron təhlükəsizlik xidmətinin yaydığı məlumatda qeyd edilib. Rəqəmsal texnologiyaların sürətli inkişafı və süni intellekt sistemlərinin tətbiqi fərdi məlumatların mühafizəsi sahəsində yeni risklər yaradır. Bu məqsədlə vətəndaşların hüquqlarının gücləndirilməsini, eləcə də fərdi məlumatları işləyən tərəflər üçün öhdəlik və məsuliyyətin artırılmasını nəzərdə tutan təkmil qanunvericiliyin qüvvəyə minməsi gözlənilir. Elektron təhlükəsizlik xidməti fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb. Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib. Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3000-dən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib. Qurumdan qeyd edilib ki, bu il yeni portal istifadəyə veriləcək. Qurum tərəfindən fərdi məlumatların mühafizəsi sahəsində daxil olan şikayətlər qəbul edilir və araşdırılır. Vətəndaş müraciətlərinin daha operativ qəbulu və icra vəziyyəti barədə məlumatlandırmanın təmin edilməsi məqsədi ilə bu il xüsusi elektron portalın istifadəyə verilməsi nəzərdə tutulur. Bu il həmçinin ölkə üzrə fərdi məlumatların işlənildiyi informasiya sistemlərinin uçotunun aparılması, şəffaflığın və nəzarətin artırılması məqsədi ilə fərdi məlumatların informasiya sistemlərinin mərkəzləşdirilmiş vahid bazasının formalaşdırılması nəzərdə tutulur. Qurumdan o da bildirildi ki, görülən tədbirlərlə fərdi məlumatların daha etibarlı qorunması, rəqəmsal risklərin azaldılması təmin ediləcək. Fidan Əsədli, Xəzər xəbər.
Xəzər xəbəri izləyirsiniz. Azərbaycanla sülhün bərqərar olması Ermənistanın təhlükəsizliyi üçün ən etibarlı təminatdır. Bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü münasibəti ilə xalqa müraciətində bildirib. Ermənistanla Azərbaycan arasında sülh mövcuddur və bundan daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur, deyə Paşinyan vurğulayıb. Baş nazir Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə münasibətlərinin faktiki olaraq zəifləməsinin ölkə üçün yeni imkanlar açdığını da bildirib. Onun sözlərinə görə 2022-ci ildə qədər beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər. Çünki bu silahların ölkə hüdudlarından kənara çıxarılmasından və ya KTMT-nin nəzarətinə keçməsindən ehtiyat edirdilər. O əlavə edib ki, Ermənistan bundan sonra da silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Amerika Birləşmiş Ştatları lideri Donald Trump İranı yenidən təhdid edib. Bölgəyə göndərilən donanmaya diqqət çəkən Trump vaxt azalır, razılığa gəlin deyib. İranın BMT-dəki nümayəndəliyi Trumpın xəbərdarlığına cavab verib. Bildirilib ki, Amerika Birləşmiş Ştatlarının sonuncu dəfə səhvən Əfqanistan və İraq müharibələrinə daxil olması 7 trilyon dolların boşa getməsinə və 7 mindən çox Amerikalının həyatını itirməsinə səbəb oldu. İran qarşılıqlı maraqlar və hörmət əsasında dialoqa hazırdır, lakin təzyiq edilərsə özünü müdafiə edəcək və indiyədək görünməmiş formada cavab verəcək. ABŞ lideri Donald Trump İrana vaxt azalır deyərək xəbərdarlıq edib. Trump razılıq olmaması halında növbəti hücum daha pis olacaq deyərək Tehrana yenə təhdidlər yağdırıb. Böyük bir armada İrana tərəf gedir. Gəmilər sürətli şəkildə böyük güc və məqsədlə hərəkət edir. Bu qrup Venezuelaya göndərdiyimizdən daha böyükdür və lazım olduğu təqdirdə öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir, deyə ABŞ lideri bildirib. Trump İranı tez bir zamanda masaya oturmağa, ədalətli, bərabər və nüvə silahlarını qadağan edən bir razılaşma ətrafında danışıqlar aparmağa çağırıb. Vaxt azalır və bu vaxt çox dəyərlidir. İrana bundan əvvəl də demişdim ki, razılaşma əldə edin. Onlar bunu etmədilər və biz gecə yarısı əməliyyat keçirdik. Növbəti hücum daha pis olacaq. Bunun bir daha təkrarlanmasına icazə verməyin, deyə o vurğulayıb. Bu arada Əl Cəzirə telekanalına müsahibə verən Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İrana qarşı yenidən müharibəyə başlamağın yanlış olduğunu bildirib. Nazir ABŞ-yə İranla məsələləri hissə-hissə həll etməyi məsləhət görüb. 2 ay əvvəl İranda olduğunu və İranlı həmkarı ilə açıq danışdığını xatırladan Hakan Fidan İranın regionda etimad yaratmasının vacibliyinə diqqət çəkib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı isə Tehranın ABŞ ilə danışıqlar üçün heç bir təklif və ya xahiş irəli sürmədiyini bildirib. ABŞ ilə danışıqlar üçün heç bir xahişimiz olmayıb. Lakin üçüncü tərəflər vasitəçilik üçün səy göstərir və biz onlarla əlaqədəyik, deyə Əraqçı bildirib. Nazir əlavə edib ki, son günlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoffla əlaqə saxlamayıb. Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, əgər ABŞ danışıqlarda maraqlıdırsa, bu təhdid mühitində mümkün deyil. Onun sözlərinə görə danışıqların öz prinsipləri var. Danışıqlar qarşılıqlı hörmət əsasında bərabər mövqelərdən aparılmalıdır. Kəmalə Əlimuradova, Xəzər xəbər. Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şara Moskvaya səfər edib. Kremldə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin Fərat bölgəsinin Suriyaya yenidən reinteqrasiyası münasibəti ilə prezident Əhməd Əl-Şaranı təbrik edib. Putin Rusiyanın Suriya hakimiyyətinin ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün bütün səylərini dəstəklədiyini bildirib. Putin vurğulayıb ki, Rusiya Suriyanın bərpası üçün birgə çalışmağa hazırdır.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı əməliyyat keçirib, İrana casusluqda ittiham edilən 6 nəfər həbs edilib. Yerli medianın məlumatına görə əməliyyat İstanbulda keçirilib. Bildirilib ki, Türkiyədə hərbi sənaye şirkətinin sahibləri Ərhan Ergələn və Taner Özcan, eləcə də bir nəfər İranlı da daxil olmaqla 6 nəfər siyasi və ya hərbi casusluq məqsədi ilə dövlət sirrinin əldə edilməsi ittihamı ilə tutulublar. Davam edirik, hörmətli tamaşaçılar. Sabunçuda yaşayan sakinlər metal qəbulunu məntəqəsindən şikayətçidirlər. İddialara görə burada çalışan işçilər gecə sükutu pozub sakinləri narahat edirlər. Ərazidə gündüz yox, gecə saatlarında iş aparılır. Bu da səs-küy yaradır. Metal qəbulu məntəqəsinin səs-küyü sakinləri təngə gətirib. Üstəlik də son vaxtlarda yararsız köhnə avtomobillər də yolun kənarında qoyulur ki, bu da gediş-gəlişə mane olur. Bu iddialarla paytaxtın Sabunçu rayonunda yaşayan sakinlər Xəzər xəbərə müraciət ediblər. Sakinlər iddia edirlər ki, şəhər şosesi 5-ci döngədə yerləşən maşın hissələri və metal qəbulu məntəqəsinin xüsusilə gecə saatlarında fəaliyyəti xeyli səs-küyə səbəb olur. Səs-küy var. Metalın səsi, maşınlar işləyir saat 12-də. Narahatçılığı var. Gecə də görürsən maşını da düşürürlər, səs gəlir. Biz deyirik bu nə səsdir, məsəl üçün. O deyir qoyublar var leşləri. Maniçilik olmasa da gözəlliyi də olmur da buranın. Bax bu cür deyir. Paltar da sərirlər, Allahın dostu. Üstü bütün olur toz. Maşını bir gün gülsən, səhərsə yenə üstü olur toz, qapqara. Ərazidə yaşayan sakinlərin sözlərinə görə gecə iş aparılmasına səbəb yük maşınlarının şəhərdə saat 22:00-dan sonra hərəkət edə bilməsidir. Ondan sonra əsas böyük maşınları buraxırlar şəhər daxilinə. Ona görə yəni gecə radələrində bunlar da məcbur işləyirlər, o narahatçılıq törədir. Özlərinlə olub söhbətimiz, bəli. Əvvəl şunur zat yandırırdılar, indi onu yaşırıblar doğrusu. Amma qaldı ki, belə indi bu zibillikdir da. Məsələ ilə bağlı ərazi üzrə bələdiyyədən Xəzər xəbərə bildirildi ki, ora özəl müəssisədir. Lakin bugünə qədər oradan quruma şikayət daxil olmayıb. Söz gedən ərazinin sahibi Sultan Sultanov isə iddiaların əsassız olduğunu bildirdi. Sahibkarın sözlərinə görə onların iş saatı 22:00-a qədərdir. Gecə saatlarında iş aparılmır. Ərazidə də ciddi səs-küy olmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə məlumat verildi ki, əraziyə baxış keçirilib və ekoloji qayda pozuntusu aşkarlanmayıb. Minaya Zamanca, Barqar Yağdıoğlu, Xəzər xəbər. Qəbələdə fəhlə ehtiyatsızlıqdan dünyasını dəyişib beton zavodunda çalışan Aydın Qışlaq kənd sakini 47 yaşlı Səxavət Abdullayev iş zamanı ehtiyatsızlıqdan istehsalat lentinə düşərək ağır xəsarət alıb. O, dərhal xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Ötən il paytaxt yollarında quraşdırılan video müşahidə kameralarının əhatə dairəsində 2546 yol nəqliyyat hadisəsi qeydə alınıb. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə baş verən hadisələrə sürücü diqqətsizliyi, qaydalara əməl edilməmə və digər səbəblər göstərilir. Bu görüntülər ötən il Bakıda baş vermiş qəzalardandır. Ötən il paytaxt yollarında quraşdırılmış video müşahidə kameralarının əhatə dairəsində 2546 yol nəqliyyat hadisəsi qeydə alınıb. Paytaxt ərazisində sözügedən yol nəqliyyat hadisələrinin ən çox qeydə alındığı prospektlərdən biri də dayandığımız Heydər Əliyev prospektidir. Bu yolda qəzaların sayının çoxluğu hərəkətin intensiv və sıx olmasındandır. Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, yol nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri sürücülərin diqqətsizliyidir. Ötən il ərzində ümumilikdə, yəni paytaxt yollarında 2000-dən çox yol nəqliyyat hadisəsi baş verib. Təbii ki, bu yol nəqliyyat hadisələrinin təhlilini aparanda əvvəlki illərlə müqayisədə vəziyyət eyni olaraq qalır. Yəni, bəzi sürücülərin diqqətsizliyi səbəbindən, ümumilikdə yol hərəkəti qaydalarının pozması səbəbindən, svetoforun qırmızı işığında keçməsi səbəbindən, düzgün ara məsafəsi saxlamamaları səbəbindən, yol nişanlarının tələblərinin pozması səbəbindən qeyd etdiyimiz yol nəqliyyat hadisələri baş verib.
Ömər Xıdırovun sözlərinə görə, hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib. Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzinin rəsmisi qeyd edib ki, ötən il ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Həm qəzalarla, həm də nasaz avtomobillərlə bağlı dərhal tədbirlər görülüb. Paytaxt ərazisində nəqliyyat axınının intensivliyini təmin etmək məqsədi ilə 60 küçə və prospekt üzrə işıqforlara 73717 dəfə yaşıl dalğa rejimi tətbiq edilib. Elbrus Kərimli, Səbuhi Mustafayev, Xəzər xəbər. Rəsmi servisdən kreditlə maşın alan şəxs sevincinin çox çəkmədiyini bildirir. Dediyinə görə maşını alandan bir gün sonra avtomobil xarab olub. İddiasına görə 3 aydan çoxdur ki, rəsmi servisdən nə ilkin ödənişini ala bilir, nə də maşını təmir olunur. Məsələyə qarşı tərəfdən də mövqe öyrənmişik, izləyək. Kreditlə rəsmi servisdən aldığı avtomobilin bir gün sonra xarab olduğunu iddia edir. Paytaxt sakini Fuad Kərimov üzləşdiyi problemlə bağlı Xəzər xəbərə müraciət edib. Dediyinə görə Çanqanın rəsmi servisindən 2025-ci ildə avtomobil alıb. Aldıqdan bir gün sonra avtomobildə ciddi problemlərin olduğu məlum olub. Çanqan rəsmi servisdən CS35 Plus modelini almışam kreditlə. İlkin ödəniş 4150 manat vermişəm, aylıq isə 36 aylıq 917 manat idi. Avtomobili götürdüm, getdim. Səhərsi gün Gəncə şəhərinə yola düşmüşəm və yolda artıq korobka başladı, yəni öz göstərməyə, yəni problemlərini, vurma, atma, yəni belə. 5-6 gün qalandan sonra qayıtdım, gələn kimi müraciət elədim rəsmi servisə. Müsahibimiz bildirir ki, müraciət etdiyi andan ona maşındakı problemlərin aradan qaldırılacağı bildirilib. Hətta dəfələrlə avtoservisin rəhbər şəxsləri ilə görüşüb bir məxrəcə gəlməyə çalışsa da heç bir fayda olmayıb. Başladılar müəyyən problemlər yaratmağa. Yox, robot korobkalar belə olur, yəni gərək araşdırardınız öncədən belə falan. 3-cü ayın tamamına keçməmiş, 2 ayın tamamında mən apardım avtomobili təhvil verdim servisə. Yəni çox mübahisəli qərarlardan sonra verdim servisə və 3-cü ayda artıq ki, avtomobili oradadır, heç bir ödəniş də etmirəm. Bugünkü gündə o problemlərin heç biri aradan qaldırılmayıb. Fuad Kərimov texniki problemlər səbəbindən bu müddət ərzində avtomobili idarə etməsə də ondan aylıq ödənişlərin tələb olunduğunu deyir. Dünən isə mənə rəsmi məktub göndəriblər ki, 3 ayın pulunu 2753 manat plus 953 manatda cərimə məbləği ödəməsəz, bugünkü tarixdə 28 yanvarda avtomobiliniz satışa çıxarılacaq. Və geridə qalan məbləği isə məhkəmə yolu ilə sizdən tələb eləyəcək, yəni alacaq. Bizdə nə vaxt olar, Çin korobkanı göndərər, həll eləyərik problemi. Burada nə var ki, yəni adi bir haldır korobkada. Yəni mən bir il boyunca ödəniş eləməliyəm, onların deməyinə görə, amma maşını da sürməməliyəm. Məsələ ilə bağlı sözgedən servislə telefon əlaqəsi saxladıq. Bildirildi ki, avtomobil satışında bu kimi vəziyyətlər ola bilər. Buna görə də maşınlar zəmanətlə satılır. Hazırda vətəndaşın avtomobili tam təmir olunub. Heç bir problem yoxdur. Vətəndaş ödənişləri edib avtomobilini təhvil ala bilər. O da qeyd olundu ki, vətəndaş aylıq ödənişləri etmədiyi təqdirdə şirkət problemlə bağlı məhkəməyə müraciət edəcək. Ruzana Kərimli, Minaya Zaman, Əli Əkbərov, Xəzər xəbər. Neftçalada 20 kiloqram narkotik vasitə aşkarlanıb. Keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samik Abuşov saxlanılıb. Onun idarə etdiyi maşından çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb. Samik Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib. Faktla bağlı cinayətçi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.
Son vaxtlarda magistral və rayon yollarında narkotik və digər maddələrin təsiri altında avtomobil idarə edən sürücülərin aşkarlanmasına tez-tez rast gəlinir. Bu cür məsuliyyətsiz davranışlar həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi risk altına qoyur. Mütəxəssislər problemin qarşısının alınması üçün nəzarət tədbirlərinin daha da sərtləşdirilməsinin vacib olduğunu vurğulayırlar. Bakı-Qazax yolunda narkotik vasitənin təsiri altında sürücülük hüququ olmadan yük avtomobilini idarə edərək real təhlükə yaradan Güloğlan Həsənov, magistral yolda narkotik vasitənin təsiri altında yük maşını sürən Rəşad Kərimov, Zərdabda müxtəlif narkotik vasitələrin təsiri altında avtomobil idarə edən taksi sürücüsü, sırf bu əməlinə görə saxlanılıb, yenidən eyni hadisəni törədən Elyar Veysov. Son vaxtlarda keçirilən tədbirlər nəticəsində bu kimi qayda pozuntusunu törədən şəxslərin saxlanılmasını tez-tez görürük. Bəziləri daşıdığı insanı, bəziləri yükü, eləcə də digər hərəkət iştirakçılarını fikirləşmədən yola çıxır. Ekspertlər deyirlər ki, bu cür halların qarşısını almaq məqsədi ilə nəzarət gücləndirilməlidir. İşə götürən şirkət hər gün sürücünü yoxlamalı və 2 ildən bir narkoloji testin cavablarını tələb etməlidir. Bizim qanunvericilikdə var, inzibat xətaları məcəlləsində var, digər qanunverici aktlarında var. Əgər kimdəsə bu hansısa bir sürücüdə ikinci dəfə aşkar olunursa, onun məcburi müalicəyə göndərilməsi məsələsinə də baxılmalıdır. Bu da nəzərdə tutulur. Ümumiyyətlə, narkoman kimi uçota alınması məsələsinə baxılmalıdır. Və bizim qüvvədə olan qanunvericiliyimizə görə kommersiya məqsədli sərnişin daşımalarında və yük daşımalarında istifadə olunan nəqliyyat vasitələrini idarə edən sürücülər reys qabağı tibbi yoxlamadan keçməlidirlər. Onlar birinci dəfə işə qəbul olunanda mütləq tibbi arayış təqdim eləməlidirlər. Hətta iş prosesində 2 ildən bir ən azından təkrar tibbi arayış alınmalıdır. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, ötən il ərzində narkotik, sərxoşluq vəziyyətində nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı 3076 fakt aşkarlanıb. Bu cür halların vaxtında müəyyən edilməsi mümkün yol nəqliyyat hadisələrinin və ağır nəticələrin qarşısının alınmasında mühüm rol oynayıb. Narkotik vasitələrin təsiri altında sükan arxasında əyləşən şəxslər təkcə özləri üçün deyil, bütün yol hərəkəti iştirakçıları üçün ciddi potensial təhlükə yaradırlar. Qeyd olunmalıdır ki, sərnişin daşıyan şəxslər tərəfindən nəqliyyat vasitəsinin narkotik sərxoşluğu vəziyyətində idarə edilməsi həmin avtomobildə olan sərnişinlərin, eləcə də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini birbaşa təhdid edir və bu cür hüquq pozuntularına qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli və barışmaz mövqe nümayiş etdirilir. Qeyd edək ki, belə hal birinci dəfə yaşanarsa 15 sutka həbs, 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrum edilmə, ikinci dəfə baş verərsə 1 ay həbs, 2 il isə sürücülük hüququndan məhrum etmə cəzası tətbiq olunur. Fidan Əsədli, Davud İbrahimov, Xəzər xəbər. Paytaxtın Nəsimi rayonunda Şamaxinka adlanan ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur. İddiaya görə ərazidə fəaliyyət göstərən İAŞ obyektinin zirzəmisi zəbt olunub, qarşısında qanunsuz tikili inşa edilir. Daha ətraflı sujetdə. Qum, sement, aqlay daşları ərazi kiçik olsa da kənardan tikinti meydançasını xatırladır. Görüntülər paytaxtın Nəsimi rayonu 20 yanvar küçəsi 20/51 ünvanındandır. Xəzər xəbərin qaynar xəttinə müraciət edən sakinlər iddia ediblər ki, yaşadıkları ünvanda qanunsuz tikili inşa edilir. İAŞ obyektləri və mağazaların yerləşdiyi küçə zəbt olunub. Maraqlıdır, ərazidə hansı obyekt inşa olunur? Doğrudanmı zirzəmi zəbt olunub? Ərazidə fəaliyyət göstərən obyekt sahiblərindən biri zirzəminin zəbt olunması iddiasının gerçək olduğunu bildirsə də, kamera qarşısında açıqlama vermək istəmədi. Digər obyekt sahibi ərazidə pərakəndə ticarətlə məşğul olduğunu dedi və iddia etdi ki, ona məxsus ərazidə tikinti yox, təmir işləri aparılır. Pərakəndə ticarətdir, xırda şeylər satılır da burada. Burada obyekt tikilmir. Burada aqlay daşlar vurulur, təmizlik görür, şəhərimiz gözəl görünməkdən ötürü. Burada əlavə heç bir iş görünmür. Məlumat vermişik, gəlib baxır, təmizlik əcəb edirsiniz.
təmizlik aparın da. Yolu da təmiz saxlayırıq ki, cəmaatın gedib gəlişinə mane olmasın. Sakinlər ərazidəki ticarət obyektlərinin qarşısında səliqə sahman yaradılmasına ehtiyac olduğunu bildiriblər. Mən bu məhəllədə 65 ildir yaşayıram. Burada 1 metrdə zəbt oluna bilməz. Ona görə də burada abadlıq işləri gedir. Burada tikinti yox. Yəni belə də gözlə də adi görmək olur ki, bunun üzünün təmizləyiblər, jobut hissələrini çıxardıblar. Təmiz hissələrlə düzəldirlər. Nəsimi rayon icra hakimiyyətindən bildirildi ki, binaya yerində baxış keçirilib. Araşdırma zamanı qeyd edilən ünvanda qanunsuz heç bir tikinti quraşdırma, eləcə də söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. İcra hakimiyyətindən o da qeyd edildi ki, həmin ərazidə vətəndaş Rai Rizanın ona məxsus qeyri-yaşayış obyektinin fasadında korroziya uğramış Ağlay üzlük daşlarının tökülən hissələrinin bərpa edildiyi müəyyən edilib. Sevinç Vagif qızı, Namiq Hüsiyev, Xəzər xəbər. Dağlara yağan qar əriyərək əkin sahələrinə dolur. Masallıda əkin sahələrini su basıb. Hektarlarla taxıl sahəsi suyun altında qalıb. Suyun həyətlərə də dolma təhlükəsi var. Daha ətraflı sakinlərin dilindən eşitdik. Dağlarda əriyən qarın suyu əkin sahələrinə dolub. Masallı rayonunun Xallıcalı kəndinin əkin sahələrini su basıb. Kənd sakinləri deyirlər ki, dağlarda əriyən qar Viləşçay vasitəsilə əkin sahələrinə dolub. Bu səbəbdən hektarlarla taxıl sahəsi su altında qalıb. Sakinlər su basmaya səbəb kimi vaxtilə ərazidə olan su anbarının təyinatının dəyişdirilməsini göstərir. Qar ki olur. Yəni belə şey olan kimi bu vəziyyət hər il 3-4 ildir belə yaranır. Su basır. Bəli. Hələ indi yaxşı gördü. Su həddən su oranı basıb boyca keçirdi. Buradan çıxırdı həyətə sarı. Bu deyil, görürsünüz də bu göz qabağında olan şeylərdir. Sakinlərin sözlərinə görə qar suyu əkin sahələri ilə yanaşı evlərə də problem yaradır. Evim hələ bu suyun hesabına birini sökübmüşəm, alayla tikmişəm. İkinci kərəmdir bu ev tikdiyim. Su basır ildə bu formada. Bu ilki keçən axşamki yağışla da qar əriyib, su götürüb gedir aləmə. Artıq əraziyə texnika cəlb olunub. Yaranmış problemin həlli istiqamətində işlər aparılır. Su meliorasiya sistemlərinin texnikası vasitəsilə qurut sulardan, sahələrin qurut suların sel basması nəticəsində biz təmin elədik. Su ərazidən çəkilməsini təmin edir. Hazırda suyun yaşayış evlərinin yaxınlığında toplanması həyətyanı sahələrə keçmə təhlükəsi yaradır. Ərazidə işlər davam etdirilir. Elvin Əkbərov, Sevinç Vagif qızı, Xəzər xəbər. Davam edir, hörmətli tamaşaçılar. Rusiya ordusu Ukraynanın Xarkov vilayətində sərnişin qatarına dronlarla hücum edib. Xarkov vilayət prokurorluğunun məlumatına görə hücum nəticəsində 5 nəfər həlak olub. Qurbanların şəxsiyyətinin müəyyən edilməsi yalnız DNT testindən sonra mümkün olacaq. Həlak olanların sayının artacağı da istisna olunmur. İlki məlumata görə qatara 3 şahid tipli dronla hücum edilib. Zərbələr yanğına səbəb olub. Hadisədən sonra qatarda olan 291 sərnişin mümkün qədər tez təxliyə edilib. Prezident Vladimir Zelenski hadisəni açıq şəkildə terror aktı adlandırıb. O vurğulayıb ki, mülki şəxslərin olduğu vaqonu hədəfə almağın heç bir hərbi əsası yoxdur. Mülki insanları qatar vaqonunda məhv etmək üçün heç bir hərbi məqsəd ola bilməz. Rusiya etdiklərinə görə cavab verməlidir, deyə Zelenski bildirib. Bununla yanaşı Rusiya Silahlı Qüvvələri Kiyev vilayətinə də pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə 2 nəfər həlak olub, daha 4 nəfər yaralanıb. Çoxmərtəbəli yaşayış binası zərər görüb. Damda və yuxarı mərtəbədə yanğın baş verib. Əgər Ukrayna prezidenti Vladimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırdırsa, Rusiya onu Moskvaya dəvət edir. Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Ushakov deyib. O əlavə edib ki,
Putin dəfələrlə Zelenskinin dialoqa açıq olduğu təqdirdə Moskvaya gələ biləcəyini deyib. Uşakov vurğulayıb ki, Putinlə Zelenski arasında potensial təmaslar konkret müsbət nəticələrə nail olmağa yönəlməlidir. Əgər Zelenski Putinlə görüşməyə hazırdırsa, Rusiya onu Moskvaya dəvət edir. Rusiya onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Rusiya Putinlə Zelenskinin təmasını rədd etmir, lakin onlar yaxşı hazırlıqlı və nəticəyə yönəlmiş olmalıdırlar, deyə Uşakov bildirib. Onun sözlərinə görə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Rusiyaya bir neçə dəfə Putinlə Zelenski arasında görüşün mümkünlüyünə baxmağı təklif edib. Qeyd edək ki, Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiga prezident Vladimir Zelenskinin sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi müharibələri, mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirmişdi. Hindistanın Maharashtra vilayətinin nazir müavini və partiya liderlərindən biri Ajit Pavarı daşıyan təyyarə qəzaya uğrayıb. Vilayətin nazir müavini və onunla göyərtədə olan 4 nəfər həyatını itirib. Məlumata görə o Mumbaydan Baramatiyə seçki kampaniyası çərçivəsində insanlar qarşısında çıxış etmək üçün yollanıb. Təyyarə hava limanına fövqəladə eniş etməyə çalışıb. Lakin yerə çırpılaraq yanıb. Təyyarədə olan nazir müavini, 2 ekipaj üzvü, 1 cangüdən və digər şəxs həlak olub. İlkin ehtimala görə qəzaya texniki problem səbəb olub. Belə hörmətli tamaşaçılar, bugünkü xəbərlərimizdən bu qədər. Yenidən görüşmək ümidi ilə.